İnsanlıq tarixinin ilk dövrlərində insanlar alış-verişi sadəcə dəyiş-düyüş yolu ilə idarə edirdi, mal əvəzində mal verirdi. Bu sistem qısa zamanda problemlər yaratdı, çünki hamının ehtiyacı eyni anda uyğun gəlmirdi. Dəyər uyğunluğu çətinliyi ticarəti ləngidirdi və daha praktik bir sistemə ehtiyac yaradırdı. Bu ehtiyacdan dolayı insanlar müəyyən əşyaları ümumi dəyər kimi qəbul etməyə başladı. Dünyanın bir çox bölgəsində dəniz qabıqları, duz, taxıl və hətta heyvan dəriləri ilk pul rolunu oynayırdı. Zaman keçdikcə insanlar daha dayanıqlı və daşına bilən pul formalarına ehtiyac duydu. Bunun nəticəsində metal pullar meydana çıxdı və ticarət daha nizamlı bir formaya keçdi. İlk rəsmi metal pullar eramızdan əvvəl 7-ci əsrdə Lidiya krallığı tərəfindən hazırlanmışdı. Lidiya sikkələri dövlət tərəfindən möhürləndiyi üçün onların dəyəri hamı tərəfindən qəbul edilirdi. Sikkələr qısa zamanda bütün yaxın şərqdə yayıldı və ticarət şəbəkələrini genişləndirdi. Çində isə daha fərqli bir inqilab yaşandı. Kağız pul icad edildi. Kağız pul əvvəlcə tacirlərin ağır metal külçələri daşımaqdan qaçması üçün yaradıldı. Çin dövlətləri zamanla bu sistemi rəsmi hala gətirdi və kağız pulun geniş istifadəsinə başlandı. Avropada isə banklar kağız pulun yayılmasına səbəb olan kredit qəbzləri təqdim etməyə başladı. Banklar qəbzləri zamanla rəsmi valyutaya çevirdi və dövlətlər tərəfindən qorunan yeni pul sistemi formalaşdırdı. Uzun əsrlər boyunca pulun dəyəri qızıl ehtiyatlar ilə təmin edilirdi. Lakin 20-ci əsrdən qızıl standartı dünyanın iqtisadiyyatı üçün yetərsiz qaldı və tərk edildi. Bundan sonra pulun dəyəri dövlətlərin iqtisadi gücü və insanların ona inamı ilə müəyyən olunmağa başladı. Elektron bankaçılıq dövrü pulun fiziki formasını demək olar ki, arxa plana atdı. Bu gün pul daha çox rəqəmlərdən, elektrot əməliyyatlardan və bank sistemlərindən ibarətdir. 21-ci əsrdə isə kriptovalyutalar pul anlayışını yenidən dəyişdirir və insanlığı tamamilə rəqəmsal iqtisadiyyata doğru aparırdı.